Zehnimi inkişaf elətdirirəm 6-cı bölüm və artıq sehirli hissələr başlayır. Telegram kanalımıza varsansa düyü mərci söhbətlərini bilirsən. Biz artıq başlayırıq zehnimizi inkişaf elətdirmək üçün xüsusi texnikalar istifadə etməyə. Onlardan ən birincisi əşyaları bir-birindən ayırd etməkdir, qarışıqlıqları toparlamaqdır. Əgər hal-hazırda evinin dağınıqlığı və yaxud da masanın dağınıqlığı varsa, gedib onları toparlamağını tövsiyə edirəm, amma musiqi qoşmadan, fikrini başqa yerə yayındırmadan, zehninin içini toparlamaq üçün buraları bir qəşəng yığışdırmağını tövsiyə edirəm. Çox əminəm ki, bu videonu sənə maman filan göndərəcək. Özün gör, özün həll elə. Videonun əvvəlində ona görə başqa şeylər danışmışam ki, xəbərləri olmasın. Bu da sənin sevgimdəndir. Amma yığışdıraq yaxşı, eləlik. Bunları tamamlayırsan, gəlirsən, növbəti videoda artıq biraz daha ağırlaşdıracağıq prosesi. Amma bura qədərini tamamla, çünki həyat götürdüyün məsuliyyət qədər sənə nəticə verə bilir. Eləlik.